Sizler için belə bir sual nizam verəcəm. Qeyd edək ki, bu sual əvvəlki illərin buraxılış imtahanlarına düşən bir sualdır. Sualımız çoxhədlər bölməsinə aiddir. Venn diaqramında təqdim olunmuşdur və bu tip suallar buraxılış imtahanlarında çox istifadə olunur. Vaxt itirmədən keçək sualımıza. Sualımız A və B çoxhədləri verilib və onların vurğuları verilmişdir. A çoxhədlisi x kvadrat üzərinə gəl bx üzərinə gəl c şəklindədir. Ümumiyyətlə çoxhədli ax kvadratı bx plus c kvadrat üçhədli deyilir. Buna bunun vurğuları ayırma qaydası A vurulsun x çıx x1 və x çıx x2 şəklindədir. x1 və x2 də bunun kökləridir. Bizdə də A çoxhədlisinin baş əmsalı 1 olduğu üçün bərabərdir vurğuları. Yəni x çıxılsın 3 vurulsun x üzərinə gəl 1'dir. Buradan x kvadratı üzərinə gəl bx üzərinə gəl c bərabərdir x kvadratı çıx 2x çıx 3 şəklindədir. Burada da bunlar bərabər olması üçün çoxhədlər qaydasına görə x-in əmsalından sərbəstlə də bərabər olmalıdır. B-miz -2-dir, c-dəki -3-dür. Digər qaydada b çoxhədlisi x kvadratı üzərinə gəl mx üzərinə gəl n-dir, bərabərdir. Vurğuları x üzərinə gəl 1 və x üzərinə gəl 8-dir. Buradan da x kvadrat üzərinə mx üzərinə gəl n bərabər x kvadrat plus 9x plus 8'dir. Buradan m'imiz 9, n'imiz 8'dir. Buradan istədiyi m vurulsun b bərabərdir. Üzərinə c vurulsun n'i istəyir bizdən. 9 vur -2 üzərinə gəl -3 vurulsun 8'dir. Bu da ki -42 olacaq.